Bismillahirrahmanirrahim. Əziz müsəlmanlar, mübarək Əhl-i Beytə, xüsusilə də cənnət xanımlarının xanımı olan Fatimə anamıza və möminlərin əmri olan igid Əliyə qarşı edilən bəzi hörmətsizlikləri mən sizə nəql etmişdim. İndi də hər bir ağıllı müsəlmanı şoka salan digər bir şiə rəvayətini nəql edəcəm və siz də bunu dinləyin. Həmin rəvayətlərdən biri olan hədisdə deyilir: Əli evə gələndə Fatimə ona dedi: Ey əmoğlu, atam sənin üçün əkdiyi bağı satdın? Əli dedi: Bəli, o bağı tez və ya gec olan daha yaxşı qiymətə satdım. Fatimə dedi: Pul hanı? Orada bəzi sözlər keçirəm ki, çünki rəvayət çox uzundur. Fatimə dedi: Pul hanı? Mən acam, 2 oğlum da acdır. Şübhə etmirəm ki, sən də bizim kimi acsan. Bizə o bağdan 1 dirhəm də qalmadı. Ərəbcə burada gəlir ki, və əxəzət bi tarafi thawbi Aliyin aleyhissalam fəqalə Ali, ya Fatimə, xallini, fəqalət la vallah, əv yəhkum beyni və beynək əbi. Fatimə Əlinin paltarının qırağından tutdu, Əli dedi: Burax məni. Fatimə dedi: Yox, vallah. Qoy mənimlə sənin aranda atam hökm versin. Cəbrail aleyhissalam Peyğəmbərin sallallahu aleyhi və səlləm yanına inərək dedi: Ey Məhəmməd, salam, Allah sənə salam göndərir və deyir: Məndən Əliyə salam de və Fatiməyə de ki, sənin onun, yəni Əlinin, əlinə vurmağa, paltarını dartmağa haqqın yoxdur. Peyğəmbər sallallahu aleyhi və səlləm Əlinin evinə gəldi və gördü ki, Fatimə Əlidən yapışıb. Peyğəmbər sallallahu aleyhi və səlləm dedi: Ey qızım, sən niyə Əlidən yapışmısan? Fatimə dedi: Ey ata, o sənin onun üçün əkdiyin bağı 12.000 dirhəmə satdı və yemək almamız üçün bizə 1 dirhəm belə saxlamadı. Peyğəmbər sallallahu aleyhi və səlləm dedi: Ey qızım, Cəbrail mənə Rəbbimdən salam göndərir və deyir ki, Əliyə Rəbbindən salam de və mənə əmr etdi, sənə deyim ki, onun əlinə vurmağa haqqın yoxdur. Fatimə dedi: Mən Allahdan bağışlanma diləyirəm və bir də o işi etmərəm. Bunu çox qədim və böyük şiə alimlərindən olan Şeyx Saduq Əl-Əməl kitabında səhifə 555-də nəql eləyir. Həmçinin çox böyük şiə alimi olan Əllamə Məclisi Biharul Ənvar 41-ci cild 46-cı səhifədə nəql eləyir. Həmçinin böyük şiə alimi olan Nemətullah Cəzairi Əl-Ənvar Ən-Nu'maniyyə kitabında 1-ci cild 48-ci səhifədə nəql eləyir. Həmçinin Cəfər Murtəza Amili Əs-Sahih min Sirati Əl-İmam Ali kitabında 8-ci cild 168-ci səhifədə nəql eləyir. Baxın, əziz müsəlmanlar, həya və əxlaq sahibi olan Fatimə anamızı görün bu alimlər necə vəsf edirlər. Ərinin paltarından tutur, dartır, buraxmır, atası ilə hədələyir və s. Bunlar həmçinin igid olan İmam Əlini də evdə qorxaq, çöldə qorxaq qələmə veriblər. Yaxşı ki, İmam Əlinin fəzilətini, igidliyini bizə göstərən əhl-i sünnə rəvayətləri var imiş. Yoxsa bütün dünya həqiqətən də igid İmam Əlini evdə də, çöldə də döyülən, söyülən, qorxaq biri kimi tanımış olardılar. Görünür, bəzilərinin əqidəsinə görə arvadın ərini döyməsi adi şeydir deyə cənnət qadınlarının xanımına ərinə qarşı belə yaramaz iftiranı atırlar. Ona görə də ən məşhur şiə alimlərindən olan Cəfər Kəşf-ül-Qitanı da arvadı döyüb əzişdirərmiş, o da bundan qane olarmış və həzz alarmış. İnanmırsınız?
Gəlin o zaman öz dilinizdən bu hadisəni də eşidək. Şeyx Cəfər Kaşiful Qita Şiə aləminin görkəmli fəqihlərindən idi. Onun elmi o dərəcədə idi ki, buyururdu: əgər Şiənin fiqh kitablarını dənizə töksələr, o kitablar əvvəldən ta axıradək mənim sinəmdədir. Ən yaxın adamları başa düşdülər ki, onun həyat yoldaşı evdə alimlə pis rəftar edir. Belə nəticəyə gəldilər ki, bu ali dəyərli fəqih bəzən evə gələrkən xanımı onu döyürdü. Bir gün 4-5 nəfər yığışıb alimin evinə gəldilər və ondan soruşdular: bir məsələ eşitmişik, doğru olub olmadığını səndən soruşmaq istəyirik. O düzdür ki, səni arvadın vurur? Dedi, bəli, o ərəbdir. Həm də fiziki baxımdan güclüdür. Bəzən əsəbləşdikdə məni vurur. Mənim də gücüm ona çatmır. Dedilər ki, onun təlağını ver də. Buyurdu ki, vermərəm. Dedilər, o zaman icazə ver ki, arvadlarımızı onun yanına göndərək, onu ədəbləndirsinlər. Buyurdu ki, buna da icazə vermirəm. Soruşdular, niyə? Buyurdu, bu qadın bu evdə mənim üçün Allahın ən böyük nemətlərindəndir. Çünki çölə çıxdıqda və Əmir əl-Mömininin səhnində durduqda, bütün səhin mənim arxamda durub namaz qılırlar. Camaat mənim qarşımda təzim edirlər. Bəzən Allahın mənə vermiş olduğu bu nemət qarşısında məndə bir meyl yaranır. Həmin vaxt evə gəlib kötək yeyirəm. Bununla da həva həvəsim çölə çıxır. Bu ilahi bir çomaqdır. Gərək olsun. İndi bildim ki, arvadı tərəfindən döyülən bu böyük Şiə aliminin Cəfər Kaşiful Qitanın nəvəsi olan digər böyük Şiə alimi Məhəmməd Hüseyn Kaşiful Qita nəyə görə Fatimə anamıza dil uzadıb ədəb sərhədindən kənara çıxdı deyir. Görünür bu sözü öz nənəsinə demək istəyib, amma hünəri çatmayıb deyə utanmadan, çəkinmədən cənnət xanımlarının xanımına deyib ki, Fatimə Əliyə qarşı ədəb sərhədlərindən kənara çıxdı. Çox qəribədir ki, bu sözü deyəni böyük alim saymışsınız. Necə ki, Nuri Təbərsi 2 səqaleyn, 2 ağır əmanətdən böyüyünə Quran-ı Kərimə dil uzadıb, təhrif olub deyib, orada səhvlər var və s. deyir. Siz də həmin bu alimi özünüzün çox böyük alimi saymışsınız. Hədis kitabını da əsas kitablardan saymışsınız və hətta hörmət olaraq möminlərin əmri İmam Əlinin qəbrinin yanında dəfn etmişsiniz. Eləcə də bu alim ikinci ağır əmanətdən ikincisi olan Fatimə anamıza dil uzadır, ədəbsizlikdə tənqid, təhqir eləyir. Siz də bu alimi yenə də özünüzün böyük alimi hesab edirsiniz. Bəs Qurana, Əhl-i Beytə olan hörmət harada qaldı? Quranın haqq olduğu onlara aydın olsun deyə biz öz dəlillərimizi onlara həm üfüqlərdə, həm də onların özlərində göstərəcəyik. Məyər Rəbbinin hər şeyə şahid olması kifayət deyilmi? Fusilət surəsi 53-cü ayə. Bütün kainatın yaradıcısı olan Uca Allahın varlığının, Məhəmməd Peyğəmbərin, Allahın ona salavat və salamı olsun, haqq Peyğəmbər olduğunun, Quran-ı Kərimin həqiqətən də Allah Taala tərəfindən göndərildiyinin elmi dəlil və kəşflərlə sübutunu Quran Möcüzələri.az saytında görə bilərsiniz.